Xoş gördük əzizləyicilər. Komanda TV efirdədir. 20 ildən çoxdur ki, hərbi həyatın nəbzini sizə çatdırırıq. Səngərdəki igidlərimizin nəfəsini, qürurunu, gücünü göstəririk. Bugün isə yeni mövsüm başlayır. Qarşıda isə bizi daha həyəcanlı anlar gözləyir. Bu yol vətən yoludur. Komanda TV yeni mövsümə start verir. Daha çox həyəcan, daha çox güc və yeni çağırışlarla dolu bir mövsüm sizi gözləyir. 21 ildən artıqdır ki, Komanda TV hərbiçilərimizin keçdiyi şərəfli xidmətlərini və onların qəhrəmanlıqlarını işıqlandırır. Onlar sərhədlərimizi qoruyur, ən çətin anlarda sinələrini sipar edirlər. Biz isə onların yanında çiyin-çiyinə dayanaraq bu möhtəşəm mübarizəni ekrana gətiririk. Komanda TV sadəcə veriliş deyil, əsl döyüş ruhunun nümayişidir. Burada hər bir saniyə mübarizədir, hər addım iradədir, hər uğur isə qürurdur. Çətin anlarda geri çəkilməyən, gücünü xalqından alan igid hərbiçilərimizin yanında olmaq bizim borcumuzdur. Yeni mövsümün ilk verilişini Daxili İşlər Nazirliyinin, Daxili Qoşunların ən sayılı hərbi hissəsində oldu. Daxili Qoşunlar hər zaman nizam-intizam və döyüş hazırlığı ilə seçilib. Olduğumuz ən sayılı hərbi hissədə dəfələrlə çəkilişlərdə olmuşuq. Burada xidmət aparan hərbiçilərimizin döyüş ruhu daima yüksək, döyüş hazırlığı isə ən pik həddə olub. Onların içində vətən müharibəsi, antiterror və digər əməliyyatlarda iştirak edən hərbiçilərimiz də var ki, heç bir çətinliyə baxmayaraq hələ də öz xidmətlərini şərəflə davam etdirirlər. Kapitan Nağdənəliyev, ən böyük məsuliyyətim vətənə sadiq qalmaq, mənə etibar edilmiş şəxsiyyəti düzgün idarə etmək və onların təhlükəsizliyini təmin etməkdir. Daxili qoşunlarda xidmətimlə fəxr edirəm.
Daxili qoşunların xüsusi təyinatlı hərbiçiləri öz döyüş hazırlıqlarını yüksək səviyyədə saxlamaq üçün daim dağlıq və meşə ərazilərində təlimlər keçirlər ki, bu da onların həm fiziki, həm də döyüş hazırlığının yüksək səviyyədə olmasını təmin edir. Komandativə davam edir. Arxamda gördüyünüz yiğitlər daxili qoşunların en saylı hərbi hissəsinin xüsusi təyinatlarıdırlar. Onlar vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş igidlərimizdir. Hal-hazırda da xidmətlərini davam etdirirlər. Gördüyünüz bu dağlıq meşə ərazisində öz təlimlərini daim keçirlər. Bu da onların fiziki hazırlığının yüksək səviyyədə olmasının təməlidir. Çəkilişlərimiz davam eləyir və hal-hazırda gördüyünüz kimi dağlıq ərazidə xüsusi təyinatlarla birlikdə onların təliminin şahidi oluruq. Təlim başa çatmaq üzrədir. Xoş gördük. Xüsusi təyinatlı mənsubu Qurbanov. Qurbanov, daxili qoşunda xidmət etmək nə deməkdir siz üçün? Daxili qoşunlarda xidmətimlə fəxr edirəm. Var olun, biz də sizlərlə fəxr edirik. Sizi tanıyaq. Xüsusi təyinatlar mənsubu Atakişiyev. Atakişiyev, biz şahid olduq ki, çox çətin şəraitdə təlim keçirsiniz və özünüz hal-hazırda hava yağışlıdır, gördüyünüz kimi dağlıq meşə ərazisidir. Ümumiyyətlə bu təlimlərdən yorulmursunuz ki? Bu təlimlər real döyüş əməliyyatlarına uyğun olaraq təlim proqramına əsasən müxtəlif hava iqlimində və relyeflərində keçirilir və bu iqlim və relyeflərdə keçirilməsi əsas şərti isə ondadır ki, əməliyyatlar zamanı hərbi qulluqçular psixoloji, fiziki cəhətdən heç bir çətinlik çəkməsinlər. Ümumiyyətlə biz bütün qoşunlarda, orduda çəkilişlərimizi edirik və şahid oluruq ki, hər bir qurumun özünə məxsus təlimi, öz döyüş yolu var. Daxili qoşunlar isə hər zaman nizam-intizamı ilə seçilib və gördüyünüz kimi bizim daxili qoşunun mənsubları günün planına uyğun olaraq öz təlimlərini davam etdirirlər. Sizi tanıyaq. Xüsusi təyinatlılar mənsubu Məmmədov. Məmmədov, necədir ümumiyyətlə bax bu təlimlər, bu xidmət, çətin deyil ki, hərbiçi olmaq? Xeyr, bizim üçün fəxirdir. Var olun, biz üçün də fəxirdir və bizim növbəti xüsusi təyinatlı mənsubumuz, biz bir neçə dəfə qardaşla bir yerdə çəkilişdə olmuşuq, tanıyıram. Qardaşımız vətən müharibəsində, antiterror əməliyyatlarında iştirak edib və xüsusi təyinatlının mənsubudur, daxili qoşunlarda xidmət edir. Xoş gördük. Xüsusi təyinatlı mənsubu Əliyev. Əliyev, biz bir neçə dəfə səninlə bir yerdə təlimlərdə olmuşuq, çəkilişlərdə olmuşuq və şahid olmuşam ki, həqiqətən də bu təlimlər, bu hər bir şey əziyyətlidir. Əziyyətli işin də bəhrəsi həmişə yaxşı olur. Artıq neçə ildir sən bu çətin yolu gəlirsən. Ümumiyyətlə bu yol nə deyir sənə? Artıq 15 ildir ki, mən daxili qoşunların xüsusi təyinatlarında xidmət edirəm. Xidmətim dövründə bir sıra əməliyyatlarda olmuşam. Bunlardan əsası olan vətən müharibəsi və antiterror əməliyyatları olub. Mən qalib ordu sıralarında xidmət etməyimlə fəxr edirəm. Çox sağ ol, biz də səndən fəxr edirik. Həqiqətən fəxr edəsi qardaşlardır burada hamısı. Buradan üzümü gənclərimizə tuturam ki, bu qardaşlara baxıb ibrət götürəsiniz. Sizi tanıyaq. Xüsusi təyinatlı mənsubu Məsməliyev. Məsməliyev, necə keçdi təlimlərdən, razısınızmı? Bəli, razıyam. Qalib ordu sırasında xidmət etmək şərəf verici və qürurludur. Var olun, bizlər də sizlərlə şərəf duyuruq. Sizi tanıyaq. Xüsusi təyinatlı mənsubu Gizir Rızayev. Rızayev, bilirik ki, siz də çoxdan xidmət aparırsınız və xüsusi təyinatlı mənsubsuz. Ümumiyyətlə, uşaqlıqdanmı arzunuz var idi ki, xüsusi təyinatlı olmaq? Elədir ki, var. Mən bu xüsusi təyinatlı qardaşımızı da yaxşı tanıyıram. Qardaşımız vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş bir qardaşımızdır və qürur duyuruq ki, hal-hazırda da siz xidmətinizi davam etdirirsiniz. Yəqin ki, xidmətə yeni qoşulan gənclərə öz keçdiyiniz döyüş yolu haqqında məlumatlar da verirsiniz. Bəli, xidmətə yeni təyin olmuş hərbi qulluqçularla vətən müharibəsi və antiterror əməliyyatlarında keçirilən əməliyyatlarla bağlı geniş məlumat veririk. Vətənə, torpağa sadiq olmasını aşılayırıq.
Çox sağ olun, bizlər sizlərlə fəxr edirik. Həqiqətən də qardaşlarımız hal-hazırda xidmətdədirlər. Daxili Qoşunun Ensaylı Hərbi hissəsinin xüsusi təyinatlarıdır. Onların daim nizam intizamı, daim təlimləri yüksək səviyyədə keçir. Bu da bizim ordumuzun qürurudur ki, daim istənilən tapşırığı vaxtında yerinə yetirməyə hazır olan xüsusi təyinatlarımızdır. Gözünüz Komanda TV-də olsun, çəkilişimiz davam edir. Kapitan Şükürlü, gənclərə məsləhətim intizamlı, dözümlü və vətənpərvər olmalarıdır. Hərbi xidmət insana güc, iradə və vətənə sevgi aşılayır. Daxili qoşunlarda xidmətimlə fəxr edirəm. Növbəti çəkilişimiz isə əsgərlərimizlə səmimi söhbətimiz oldu. İlk növbədə sizi tanıyaq. Mən Əsgər Əliyev, Əliyev, neçə aydır xidmət edirsən? 9 aydır xidmət edirəm. Ay maşallah, Əliyev 9 aydır xidmət edir. Bu 9 ay xidməti ərzində özündə hansı dəyişikliklər hiss eləmisən? Özümdə dəyişikliklər 9 ay ərzində burada hərbidə dostluq öyrənmişəm, qardaşlıq öyrənmişəm. Böyük komandadan aramızdakı münasibətlər. Çox şey öyrənmişik burada, sağ olsunlar, bizə çox şey öyrədiblər. Bax, bizim Komanda TV vasitəsilə hal-hazırda sənin valideynlərin, sənin dostların, müəllimələrin, səni tanıyanlar izləyir. Bax, əskərlikdən onlara hansı mesajı göndərmək istəyərsən? Hamısına salam deyirəm, hamısı sağ olsunlar, çox sağ olsunlar bunlardan hamısına. İnşallah təxris olandan sonra inşallah biz hamısına görüşəcəyik. Var ol, sənə xidmətində uğurlar, sizi tanıyaq. Əskər Ramazanov. Ramazanov, siz neçə aydır xidmət edirsiniz? 6 aydır ki, xidmət edirəm. Ay maşallah. Bax, 6 ay daxili qoşunda xidmət edirsən. Nə çətinliyi var? Əskərliyə gəldin. Burada nə çətinlikdir sizin üçün? Heç bir çətinliyi yoxdur. Hər şey qaydasındadır, hər şey gözəldir. Nizam, intizam, hər şey qaydasındadır. Komandirlərimiz sağ olsun, çox gözəl münasibətlə davranırlar. Burada bütün Azərbaycan xalqına salam söyləyirəm. Hər şey qaydasındadır, narahat olmayın. İnşallah tezi də gəldik. Mən ilk öncə qalib ölkən qalib olsun kimi özümə fəxr edirəm. Bu, məncə hər bir gəncin, hər bir gənc yaşa 18, 19, 21 yaşa çata biləcək bir gəncin yaşamalı olduğu bir histir. Buradan özümdən kiçiklərə, böyüklərə, hər bir olmayanlara məsləhət görüm, gəlib bu hissi yaşasınlar. Həqiqətən şəhidlərimizin bizə qazandırdığı bu qaliblik statusunu biz də gələcək nəslərə ötürməliyik. İlk öncə buna görə sevinirəm. İkincisi, buradan mənim üstümdə əziyyət olan hər bir kəsə, müəllimlərimə, ailəmə, hər birinə uzaqda olsam göndərirəm ki, məni belə boya başa çatdırıb bura göndəriblər. İlk öncə salamlarımı çatdırıram. Azərbaycan xalqına və həmçinin ailəmə, hamısına salamlarımı çatdırıram. Hər şey yaxşıdır. Mən fəxr edirəm ki, qalib ordunun sıralarında xidmət edirəm. Mən ilk öncə Azərbaycan xalqına, məni televizor qarşısında izləyən tamaşaçılara salam deyirəm. Sonra ailəmə, dostlarıma salam göndərirəm. Narahat olmasınlar, hər şey yaxşıdır. Gördüyünüz kimi, bax, 3 ayın əskəridir, amma necə qürurla danışır. Yaxın gəl qardaş, səni də tanıyaq. Əsgər Allah verdi. Allah verdi, sən neçə ayda xidmət edirsən? 2 aydır ki, artıq xidmət edirəm. 2 ay? Sən lap təzə gəlmişsən. 2 ay xidmət edən əskərimizdir. Ən çox kimi üçün darıxmısan? Əslində darıxma hissi yoxdur, tam öyrəşmişəm. Və məndən sonra gələn bütün gənclərə tövsiyə edirəm ki, gəlsinlər, xidmət eləsinlər. Burada çox şey öyrənirsən, komandir heyəti sağ olsun. Burada bizi darıxmağa, sıxılmağa qoymurlar. Şimdi Azərbaycan xalqına, atama, anama salam göndərirəm. Hər şey qaydasındadır, narahat olmayın. Buradan bütün gənclərə tövsiyəm olur ki, gəlsinlər, hərbi xidmətlərini başa vursunlar. Buradan bütün Azərbaycan xalqını salamlayıram, öz ailəmi. Hər şey yaxşıdır, narahat olmasın, gələcək tez üçün inşallah. Ən çox kimi üçün darıxmısan? Ailəm üçün, hamısı üçün. Hamısı üçün. Ailədə neçə nəfərsiniz? 4 qardaş, bacı? Ata, ana, nənə mən. Nənəsən? Bax, nənən səni izləyir. Nənənə ekskluziv Komanda TV vasitəsilə nə deyərsən? Salamlayıram, inşallah hər şey yaxşıdır, gələcəm inşallah. Sənin də nənəni buradan salamlayırıq. Maşallah Hüseynov Çavuşdur, fəxr ediləsidir. Növbəti əskərimizi yaxındır. Hər şey yaxşıdır. Əladır. Tövsiyə edirəm ki, hamı əskərə gəlsin. Mən eşitdim ki, sən evlisən. Bəli, bəli. Sən niyə demirsən? Övladın da var. Bəli, bəli. Ay maşallah. Bizim qalib ordu sırasında övladı olan əskərlərimiz də var ki, onlar kişi kimi gəlib vətənə xidmət edirlər və o qardaşlardan biri də Əhmədovdur. Uşaq üçün darıxmısan? Bəli. Neçə yaşı var? 1 yaş 5 ay. Ay maşallah, Allah saxlasın. Bax, ola bilsin bizim ekran vasitəsilə bu dəqiqə oturub baxır. Ata kimi öz övladı var, öz yaxınları var. Nə ürək sözün varsa buyur söylə.
Hamiyə salamat edirəm. Azərbaycan Respublikasına xidmət elədiyimə fəxr edirəm. Hətta daxili qoşunlarda taksafon da var. Günün nizam qaydasına uyğun olaraq hər bir əskər öz evindən danışa bilir. Yəqin səni rahat Bəli. xidmətli, sağ-salamat başa vurub geri dönəsən. İnşallah. Buradan birinci bütün Azərbaycan xalqına salam deyirəm. Qalib ordunun sıralarında olduğuma görə qürur duyuram. Atam üçün, anam üçün, bacım üçün, nənəm üçün, hamısı üçün çox darıxmışam. İnşallah bu şərəfli xidməti başa vurandan sonra onlarla da görüşmək istəyirəm. Buradan hamısına salam deyirəm. Çoxlu salamlar. Var olun, sənə də xidmətində uğurlar, hər birinizə uşaqlar xidmətinizdə uğurlar. Siz də vətəni sevin, bax gördüyünüz bu qardaşlar kimi gəlin xidmət eləyin. Bura kişilik məktəbidir. Burada bir çox çətinliklərə dözümünüz artacaq. Gələcək həyatınızda, ailə quranda hər hansı bir çətinlik olarsa onu tez bir zamanda aşmağa çalışacaqsınız. Hər birinizə uğurlar, gözünüz komandatında olsun. Hər zaman olduğu kimi əsgərlərimizin yeməkxanasına da baş çəkdik. Komanda TV davam edir. Hal-hazırda əsgərlərimizin nahar vaxtıdır və əsgərlərimiz yeməyə gəlib, əziz analar. Əsgərlərimizin dilindən eşidəcəksiniz ki, sizin övladlar nə yeməkləri yeyir, hansı qida rasyonunla qidalanırlar. Yaxınlaşaq birinci əsgərimizə xoş gördük. Cəm Məmmədov. Məmmədov, nuş olsun. Sağ ol. Necədir yeməklər? Yaxşıdır. Həmişə belə yemək olur? Bəli. Bax, bugün yaxın gəl qardaş, bugün gördüyünüz kimi qarabaşaqdır, ətdir. Əskərlərimizin immunitetinin güclü olması üçün tərəvəz salatıdır, sarımsaqdır və meyvə suyudur. Demək olar ki, həftədə 5 dəfə əskərlərimizə ət yeməkləri verilir və onların immunitetinin, fiziki hazırlığının yüksək olması üçün qida rasyonu yüksək səviyyədə saxlanılır. Əskər, səni tanıyaq. Hüseynov. Hüseynov, azmışdın? Bəli, azmışdım. Ümumiyyətlə yeməklər həmişə belə olur. Həmişə belə. Dadlıdır. Ev yeməkləri kimi dadlı. Əlavə istəyəndə verirlər. Bəli, hamısı. Neçə aydır xidmətdəsən? 6 ay. 6 ay. Sizə də nuş olsun dostlar. Sizi yeməyinizdən eləməyək. Sizin dilinizdən istəyərik ki, əskər valideynlərinə çatdıraq ki, yeməklər burada necədir. Sizi tanıyaq. Əsgər Əlizadə. Əlizadə. Doyumludur yeməklər. Bəli. Bax, bu yeməyin dadı necədir? Hər şey qaydasında. Çox gözəldir. Əskərlərimiz acıblar, hə qardaş, nuş olsun. Sağ ol. Acımısan? Bəli. Yeməklər necədir? Hər şey qaydasında, keyfiyyətli. Xidmətində uğurlar. Gördüyünüz kimi əskərlərin dilindən eşidirsiniz ki, onların yeməkləri dadlıdır. Məhz komanda TV olaraq biz sizə göstərdik ki, onlara mülküdən gələn xanımlar yemək hazırlayır. Onlar sanki öz övladlarına yeməklər hazırlayırlar. Nuş olsun. Sağ olun. Əsgər Əliyev. Əliyev, neçə aydır xidmət edirsən? 3 ay. 3 aydır. Yeməklər dadlıdır. Bəli. Bax, sənin valideynlərin səni izləyir bizim komanda TV vasitəsilə. İstəyərdik sən də öz ürək sözlərimi söyləyəsən ki, qoy sənin valideynlərin də rahat olsun ki, oğlum əmin əllərdədir və onun yeməyi, qalmaq yeri hər şey yüksək səviyyədədir. Buradan ailəmə salam söyləyirəm. Narahatçılığa bir səbəb yoxdur, hər şey qaydasındadır. İnşallah bütün əsgərlər sağ-salamat yeməyə qayıdar. Sənə nuş olsun, yeməyindən eləməyək. Əziz valideynlər, biz komanda TV olaraq məqsədimiz odur ki, siz tam rahat olasınız ki, övladlarımız əmin yerdədir, yaxşı yerdə xidmət aparır. Ümumiyyətlə, Azərbaycan ordusunda dövlət hər bir şeylə əskərlərimizi təmin edir. Onların yeməkləri, qalmaqları yüksək səviyyədədir. Mən Əliyev Tural, Zaqatala rayonu, başda şəhid ailələri olmaqla qazi qardaşlarıma və öz ailəmə salam göndərirəm. Daxili qoşunlarda xidmətimlə fəxr edirəm. Başçavuş Məsbəliyev, Gədəbəy rayonu. Buradan başda şəhid ailələri olmaqla qazi qardaşlarıma, öz ailəmə salam göndərirəm. Daxili qoşunlarda xidmətimlə fəxr edirəm. Çavuş Xanaliyev, İmişli rayonu. Başda şəhid ailələri olmaqla qazi qardaşlarıma və öz ailəmə salam göndərirəm. Daxili qoşunlarda xidmətimlə fəxr edirəm. Kapitan Taçiyev, Bakı şəhəri. Başda şəhid ailələri olmaqla qazi qardaşlarıma və öz ailəmə salam göndərirəm. Daxili qoşunlarda xidmətimlə fəxr edirəm. Baş Leytenant Vəliyev, Ağdaş rayonu. Başda şəhid ailələri olmaqla qazi qardaşlarımıza və öz ailəmə salam göndərirəm.
Daxili qoşunlarda xidmətimlə fəxr edirəm. Hər zaman olduğu kimi öz nizam-intizamı ilə əskər yoldaşlarından seçilən bir əskəri əlavə məzuniyyətə aparmaq missiyası bizim üzərimizə düşür. Gəldik çatdıq verilişimizin ən maraqlı hissəsinə, əskər ana görüşünə. Əskərimizi yaşadığı ünvana gətirmişik. Əskərimiz ATV-nin maşınındadır, sağ-salamat gəlib. Yaxşı xidmət elədiyi üçün əskəri valideyninə sürpriz edəcəyik. Həmişəki kimi gözünüz Komanda TV-də olsun. Gəldik əskərimizin evinə. Əskərimizin atasıdır, anasıdır, balaca bacısıdır. Çox sağ olun. Bayaq əlaqə saxladıq. Əskərimiz yarışda yer tutub, bilirsiniz da, birinci yer tutub və biz Komanda TV olaraq gəlmişik onun valideynlərini işıqlandıraq. Xoş gördük. Sağ ol, Allah köməyiniz olsun. Özünüzü təqdim edirik. Əhmədov Elçin, Tərlan Əhmədovun atası. İdmançı olub deyəsən. Tərlan olub, rezultatları var. Boks üzrə. Rumıniyadan bir yerlə gəlib, Respublika çempionu oldu. Bakıda 2-yə çıxıb deyəsən. Ay maşallah, əskərimiz mərd əskərdir. Anam, əskərimiz bilirsiniz da yer tutub. Biz də Komanda TV olaraq istəyirik. Sveta Əhmədov Tərlanın mamasıdır. Çox sevindim, çox şad oldum siz də belə çəkilişə görə. Neçə aydır xidmətdədir? 8 aya keçib. 8 ay. Danışırsınız əskərlə? Hə, şükür Allah, danışırıq, yaxşıdır. Hər şey yaxşıdır, dövlətimiz tərəfindən hər bir şərait yaradılıb. Siz də qürur verici bir ailəsiniz ki, övladınız yarışda, öz xidmətində mükəmməl olduğu üçün biz gəldik sizdən müsahibə alaq. Qızımız, balaca bacımız darıxmışdı qardaş üçün. Hə. Danışırsan oyla. Hə. Nə deyir sənə? Danışanda sənə nə deyir? Necəsən, yaxşısan? Bəs sən ondan nə soruşursan? Mən də yaxşıyam. Ay maşallah. Bax gördüyünüz kimi bizim əskərlərimizin, yəni bəs boya başa çatdıran bu cür valideynlər var. Biz onlarla qürur duyuruq. Çünki bizim hər bir əskərimiz qalib ordu sırasında xidmət aparır və bizim də borcumuz sizin kimi valideynləri çəkib göstərməkdir. Əskər üçün darıxmısınız deyirsiniz. Hep darıxması olmur ki, bir anadır da, onu gözləyir, onun yolunu. İnşallah sağ-salamat gəlsin. Allah hamımızın balları qorusun, Allahın əmanətində olsun. İnşallah gələr. Biz Komanda TV olaraq sürprizlər edirik həmişə, bilirsiniz da. Baxmısınız? Çox baxıram belə kanallara. Biz neyinirik verilişin sonunda? Sürpriz hədiyyə, əskər analara hədiyyə verir, bir oğlunu gətirir. Elə o günə gözündən yaş bir dənə şeyə baxırdı. Elə böyük oğlum əskərlikdə olanda o vaxt baxmışdım. Belə baxıram sizin verilişlərə də. İstəyərdiniz oğlunuz gəlsin. Ay Allah, sürpriz olacaq. Ay Allah. Seviz göz yaşlarını. Əskərimizi evinə gətirdik. Sürprizimiz inanıram ki, baş tutdu. Anam, inanırdınız əskər gələcək? Yox, sizin belə heç inanmağım gəlmirdi, amma heç ürəyimdən keçmirdi, inanmaq. Vallahi belə də belə bir çox belə mən sevindim. Allah sizdən razı olsun. Allah var. Çox sağ ol qardaş, çox siz də sevinəsiniz. Allah var eləsin, zəhmətini çəkib gəlmisiniz. Allah hamımızın balları qoy. Həm bütün qutarsın əskərlik, sağ-salamat. Allah bizlərə qismət eləsin inşallah. Sağ ol. Mənim gözəl qızım, inan istəyirdin qaqaş gəlsin. Sevindin. Üzündən öp qaqaşı. Hə, deyir darıxmışam qardaşım üçün. Sən Əhmədov, inanırdın gələcəksən təbii. Vallahi heç inanmıyordum. Allah sana razı olsun. Çok xoşbəxtəm. Allah'ım güzel.
Var ol, sən bizim qürurlu əskərimizsən. Bildiyiniz kimi biz komandativ olaraq daim öz xidməti ilə seçilən əskəri, yaxşı nümunəvi əskəri seçirik və sonda valideynlə görüşüb sürpriz edirik. Atamız da bir ürək sözlərini desin. Allah sizin də, bunu divə buraxanların da hamısını kömək olsun, Allah canları sağ olasın. Biz elə qürurluyuz, hamısını. Var olun. Mən komandirin məzuniyyət kağızıdır. Bunu sizə təhvil verim. Komandir əlavə məzuniyyətə buraxdı əskərimizi yaxşı xidmət etdiyi üçün. Biz isə komandativi olaraq yeni mövsümdə öz missiyamızı qürurla yerinə yetirdik. Daha bir əskəri öz valideyninə qovuşdurduq. Hər bir əskərə öz valideyninə qovuşmaq ümidi ilə hələlik.